siz də nə vaxtsa etmək istədiyiniz bir şeylə etməli olduğunuz bir şey arasında qalmısınız, elə deyilmi? Bax, məşhur psixoanalitik Sigmund Freud'a görə bu daxili mübarizə əslində zehnimizdəki üç qüvvənin daimi toqquşmasıdır. İd, ego və superego. Birincisi gəlin idə baxaq. Bu bizim ən ibtidai hissəmizdir. Daxilimizdəki uşaq kimi bir şey. O heç nəyi gözləmək istəmir, nəticələri düşünmür, sadəcə anında həzz axtarır. Məsələn, gecə yarısı o şokoladı tortu yemək istəyi var ha, bax o birbaşa iddən gəlir. İkincisi superego var. Bu isə demək olar ki, idin tam əksidir. Bizim mənəvi kompasımızdır, vicdanımızdır. Valideynlərimizdən, cəmiyyətdən öyrəndiyimiz bütün o düzgün və səhv qaydaları özündə saxlayır. Həmin o tort məsələsində superego dərhal deyir ki, dayan, olmaz, bu səhvdir, pəhrizini pozacaqsan və bizə günahkarlıq hissi yaşadır. Bəs bu iki ziddiyyətli səsi kim sakitləşdirir? Bax, burada səhnəyə ego çıxır. Ego bizim məntiqli, real düşünən tərəfimizdir. O idin coşqun istəkləri ilə superegonun sərt qaydaları arasında bir orta yol tapmağa çalışır. Yəni, ego deyir ki, yaxşı, gəl belə edək. Tortun kiçik bir dilimini indiyə, qalanını sabaha saxla. Beləliklə, Freud'a görə psixoloji sağlamlığımız bu üç güc arasındakı dinamik tarazlığı qorumaqdan asılıdır.